Ne pensiyadır bu ay kızım? 20 manat 30 manat pensiyanı kaldırır, 8%, 9%. Bu boyda devlete bu yaraşar böyle bir şey. En minimalli insan burada 800 bin manattan aşağı pensiya almalıdır. Bu cürne gazı olan devlet, nefti olan devlet, kızılı olan devlet. Her şeyi var bu. Ne kadar 10 milyon ahalinin burada 3 milyon ahali var, 4 milyon. 3 milyon Rusiye'de yaşayır, 1-2 milyon da haricdə. Nədir bu 5 milyonu burada bu devlet saxlayabilmir? Saxlayabilmir. Girsin dükkana görüm o 5 manatla o bazarlıq eləyə bilər orada. Bir dənə balniçə gedirsən, her yer platlıdır, her yer platlı. Bir dənə havayı bir şey yoxdur. Sonuçta o da ağsaqqal da gedir. Görüm necə yaşayırlar. Cemaat sürünür burada kızım, bu yaşayış deyil. Baxsın Avropaya necə yaşayırlar insanlar. 300 necə manat çox eləsin 3 gün, 4 gün. Toyuz adı demirəm, ha giyimi demirəm. Heç yeməyə bu çatan şey deyil. 22 manat ətin kilosudur. Dərmanlar bir dənə apteka girirsən, burada aptek var o tərəfdə. Bir dənə apteka gir, 3 dənə dərman alanda 130-140 manat pul eləyir. Hamısı xəstədir. Yeməklər hamısı pis, giydirmə, hamısı pis yağlardan verilmiş insanlardır. İnsanlar burası da məhv edirlər burada insanları. Burada yani cemaat kırılsın, 1 milyon varlı devletli insanlar yaşasınlar. Necə o vaxtı Moskvada Luşkov mer Moskva derdi ki, Moskva для богатых людей. Для богатых людей. Yerdə qalanlar hamısı çıxmalıdır, ölməlidir oblastı. Burada da bunlar belə şərait yaradırlar. Ya bunu prezident bilmir, ya prezidentin ətrafında olan insanlar bu təbəqəni yaradırlar. Mən bunun prezidentin günahkarı eləmirəm. Yerdə qalan aşağı təbəqələr bunu eləmirlər bunu. Hava yiyənləri hamısını otuzdurublar, besavadlar insanlar oturublar vəzifədə. 2 dənə, 3 dənə diplomu olan insanların heç biri vəzifədə yoxdur. Hamısı çobanlardır. İnsan talihini həll edirlər bunlar. Kim də o insan talihini həll edir? Haranı qutarıblar olar? Hansı şeylə bilirlər olar? Nə deyim mən?